Və cəbhədən bir xəbərimiz var. Ermənilər Tovuzun Cəbhə kəndinin bulağını hədəf götürüb. Atan vaxt olur. Yenə kətin çıxmamışıq. Nə qədər çətinimiz olub çıxmamışıq. Oturmuş oyumuzda. Son bir neçə gündə cəbhə boyu düşmən ordusu yaşayış məntəqələrimizdəki evləri yenidən atəşə tutdu. Bu kadrlarsa Tovuz rayonunun təmas xəttinə yaxın olan Hacallı kəndindəndir. Kənd sakinləri hər gün, xüsusilə də gecə saatlarında silah səsinə şahidlik etdiklərini deyirlər. Amma bu onları qorxutmur, əksinə. Qorxmuruq. Nə boyda atılıb biz hamımız evimizdə, işimizdə olmuşuq. Evimizi bizim 3 dəfə topdan vurublar. Bu qabaqki atışmalarda. Yenə biz evdən çıxmamışıq, ailə bir yerdə olubdur. Atılır, atılanda dəyir. Bizim öz evim məndələrin içində mənim evimə dəyir. Taş şifrənin üçün dördünü aldım. O yuxarıdan, kəkildən atılıb, ama gəl bizim evlər tutur bu dərədə. Bizim bu dərədə bulağı tutur. Kənd sakinlərinin sözlərinə görə burada olan kiçik yeganə bulaq da daima hədəfə alındığından içməli suyun korluğunu çəkirlər. Düzdür, bugün mişar daşlarından ucaldılmış hasarlar itkilərin qarşısını alır. Amma təmas xətti boyunca yaşayış evlərində elə ərazilər var ki, bu cür divarlar yoxdur. Əvvəllər bu ərazilərdə istinad divarlarının olmaması bu ərazidə yaşayan insanların, Hacallı kənd sakinlərinin işini olduqca çətinləşdirirdi. Belə ki, dəfələrlə kənd sakinlərinin bu ərazidə heyvanları düşmən tərəfindən vurulub, yəni ziyanlı olunub, eyni zamanda insanla yaralanıb. Onda deyək ki, son bir ayda Tovuz rayonunun bəzi kəndləri düşmən tərəfindən intensiv olaraq atəşə məruz qalmaqdadır. Mümkün deyil, bir dənə uşaq çölüdür, yerin arxasına fırlanmaq mümkün deyil. Bəzi yerlərə çəkildi, çox yaşıdır. Bizlərə də lazım idi çəkilmək, müraciət eləmişəm, dedilər çəkiləcək. Bəturə Nəbiyeva, Vasif Vaqifoğlu, Rəşad Əl İskəndərov, Space 9.